Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün yine yeni bir vlogla karşınızdayım. Bugünkü vlogum ev işlerinden, evdeki günlük rutinimdən ibarətdir. Nələr edirəm. Səhər oyandım, evimiz bu vəziyyətdədir. Adətən axşamlar belə olanda həmişə sərgiyə salıb yatıram. Ancaq bugün birlikte kino zamanı etmişdik. Ailəvi olarak ona göre de yorğun idim. Kino geç qurtarmışdı və getdik yatdıq. Düşündüm ki, sabah uyanıb yığışdıraram. İndi isə başlayıram təmizlik işlərinə. Əvvəlcə otağı səlqəyə salıram. Qızım da mənə kömək edir. Birlikdə ətrafı səlqəyə salırıq. Yatana yaxın həm də gördüm ki, yağış yağır. Ona görə də paltarları gətirdim evə. Onlar da yarı qurumuş vəziyyətdəydi. Stolların başına qoydum ki, səhərə qədər tamamilə qurusun. Ən çox da dağınıqlıq bu səbəbdəndir. Beləcə ətrafı toplayırıq. Əvvəlcə kirli qabları mətbəxə aparıram ki, orada yuyum və digər səlqə təmizlik işləri. Elə bu arada gördüm ki, kimsə gəlir. Bu qaynatam idi. Bizim üçün gül yığıb gətirmişdi. Qızım da gülləri güldana yığır. Mənim kimi o da gülləri çox sevir. Qızım gülləri yığır. Mən isə mətbəxdə qabları yuyuram. Hər tərəf artıq tərtəmizdir. Mətbəx sizin üçün çəkmədim çünki çox dağınıq idi. Burada isə xurmalardır. Bunlar artıq yetişir. Bunlar da yığmaq vaxtıdır. Elə bugün yığmağı düşünürük birlikdə. Belə artıq tərtəmizdir hər yer. Səlqəlidir bacardığım qədər. Səlqəyə salmağa çalışmışam. Məncə yaxşıdır. Bugünə çoxlu işlərimiz var. Həm yemək hazırlayacağam, həm dediyim kimi xurmanı yığmalıyıq. Axşama sifarişlərimiz var, onları götürməliyik. Hər birini çəkmişəm. Ona görə sizləri sona qədər izləməyə dəvət edirəm. Belə mətbəxdə işlərimi yekunlaşdırdım. Keçirəm yataq otaqlarına, onları da səlqəyə salıram. Yataqların üzərini səlqəyə salıram. Əşyaların hər birini öz yerinə yerləşdirirəm ki, dağınıqlıq olmasın. Səlqə səhman işlərini tez yekunlaşdırmalıyam. Saat 11-də uşaqlar gəlməlidir. Onlarla məşğul olacağam. Məktəbə qədər hazırlıq dərsləri keçirəm uşaqlara. Təxminən 2 saata yaxın davam edir dərslərim. Ona görə də çalışıram ki, saat 11-ə qədər bütün ev işlərini yekunlaşdırım. Və mən digər otaqlarda da səlqə işləri görməliyəm. Evləri toz-toranlamalıyam, silməliyəm. Belə bugün işlərim çoxdur. Görək necə olacaq, öhdəsindən gələ biləcəmmi? Bayaq mətbəxdə təmizlik işləri görərkən mən yemək də hazırlamışdım. Həmin kadrları çəkməmişəm sizin üçün. Mətbəx çox dağınıq idi. Ona görə tez-tez yığışdırmağa çalışırdım. Həm çəkmək, həm bişirmək bunlar biraz çətin işlərdir. Ona görə iş görərkən çəkiliş etmək xeyli vaxt alır. 1 saata görəcəyin iş təxminən 2 saata görülür həmin vaxtlarda. Ona görə də mən tələsirdim və mətbəxdə uzun-uzadı videolar çəkmədim. Ancaq yemək hazırlamışam, dadlı, ləzzətli toyuq bişirmişəm. Son vaxtlar toyuq ətinə ümumiyyətlə üstünlük veririk. Bilmirəm, siz də belə edirsinizmi? Mal arasında yayılan xəstəliklə bağlı olaraq hələ ki mal əti almağı nəfsimiz çəkmir, ona görə toyuq ətindən istifadə edirik. Budur, mənim şirinlərim artıq gəlib. Biz dərsə başlamışıq. Uşaqlar çox istedadlıdırlar. 5 yaş olmağına baxmayaraq həqiqətən öyrənmə qabiliyyətləri çox güclüdür. Fəxr edirəm ki, belə şirin şagirdlərim var. Onlarla birlikdə 2 saat çox maraqlı keçir. Gah mahnı oxuyurlar, gah şeir danışırlar, gah maraqlı söhbətlər edirlər. Həqiqətən o 2 saat necə gəlir keçir bilmirəm. Öyrənmə qabiliyyətləri də çox güclüdür. Məni qətiyyən yormurlar. Ona görə də onlarla zaman keçirmək mənə çox xoşdur. Dərsimiz yekunlaşdı və mən həyətə düşürəm. Yoldaşıma kömək edirəm ki, xurma yığar. Həyətimizdə bir ədəd böyük xurma ağacı var, amma üzəri doludur. Bəlkə də 30 kiloqram, 40 kiloqrama yaxın burada meyvə var. Əlimiz çatan hissələri toplayırıq. Çox hündürə qalxa bilmirik, çünki ağac çox kövrəkdir. Həm köhnə ağacdır, həm də kövrəkdir, qorxuruq ki, sına bilər. Və ona görə də əlimiz çatan hissələrdən, nərdivanın bərk dayana bildiyi hissələrdən toplayırıq. Təxminən 5 yeşiyə yaxın biz xurma topladıq. Bunu da saxlayırıq qışda. Dəyir, sulu olur, çox ləzzətli olur. Xurmamızı yığdıq, yekunlaşdırdıq. Həyətə çay aparmışdım. Çayımızı da içdik, gəldik evə. Yeməyimizi də yedik. İndi isə mən gəldim. Biraz istirahət edirəm, çay içirəm. Kompüterdə işlərim var. Onlara baxacağam. Daha sonra isə onlayn dərslərim olacaq. Yadıma düşdü ki, evin son halını da çəkim ki, təmizləmişəm. Səhər çox bərbad vəziyyətdə idi. Bax, belə təmiz vəziyyətə gətirmişəm. Burada isə mənim onlayn dərsim başlayır. Uşaqlarla dərs keçirəm. Onlara mental aritmetika dərsinə öyrədirəm. Bu uşaqlarım da çox istedadlıdırlar. Öyrənməyə çox maraqlıdırlar. Həqiqətən onlarla da bu 1 saat necə gəlir keçir, heç bilmirəm. Dərslərimi yekunlaşdıracağım və biz axşam yeməyini yeyib gedəcəyik sifarişlərimizi götürməyə. Çox fərqli, qeyri-adi bir sifarişimiz var. Biz qarşıdan gələn bayramı vaxtından əvvəl qarşılayırıq və qızım yolka qurmaq istəyir. Ona görə də onun üçün yolka sifariş etmişik.
Burada isə hazırlaşırıq və gedirik sifarişimizi götürməyə. Maşınla gəzinti, xüsusilə də gecə saatlarında gəzinti mənim çox xoşuma gəlir. Yoldaşımla birlikdə uzun-uzadı söhbətlər edirik, günlük problemlərdən, gələcək planlardan çoxlu söhbət edirik, mənim çox xoşuma gəlir. Və belə Gəncə küçələrində hədsiz sevirəm. Sizə demişəm, ümumiyyətlə Gəncə şəhərini çox sevirəm. Tələbəliyim burada keçib nədirsə, bu şəhərə xüsusi bir bağım var sanki. Çox sevirəm. Ona görə də ara-sıra sizə küçələrdən də kadrlar çəkirəm. Və biz gedirik, bizim sifarişimiz Ümüqadadır. Və indi yoldaşım düşüb gedəcək. Hava çox soyuqdur. Ona görə biz maşında gözlədik. O isə düşdü getdi ki, gətirsin. Qızımla mən səbirsizliklə pəncərədən onun gəlişini gözləyirdik ki, görək sifarişimiz necə bir şeydir. Budur, o gəlir, əlində də böyük bir yolka. Gedək görək necə olacaq. Heç düzü bilmirəm. Sifarişlə yolka almaq nə dərəcədə düzgündür. İndi biləcəyik. Gedək evdə açaq, görək necədir. Elə gəlmişkən yoldaşımdan xahiş etdim ki, yol üstü saxlasın və biz bəzi evə lazım olan məhsullar alaq. Xüsusilə də ərzaq məhsulları, meyvə falan almaq istəyirik. Burada bir yaxşı mağazin var. Onun göl hissəsində belə meyvə, tərəvəz, üzüklər və nisbətən qiymətlərdə münasib olur burada. Ona görə həmin yolla getdik ki, orada saxlayaq, düşək və alaq. Belə gedirik, artıq qızım yatıb, ona görə arxada əyləşmişəm. O da mənim qucağımda yatıb, belə şirin-şirin yuxuya gedib, yorulub. Və biz gedirik, yenə də mən maşından düşmürəm, yoldaşım gedir, pəncərədən ona deyirəm ki, nə almaq lazımdır, hansından götürsün. O da sağ olsun, mənim sifarişlərimi bir-bir yerinə yetirir, nədən istəyirəmsə alır, yığırıq maşınımıza və gəlirik. Belə gedək, həm aldıqlarımıza baxaq, görək nələr almışıq, həm əsasda yolkamıza baxaq, görək necə bir şeydir. Burada isə artıq biz evdəyik, indi baxaq görək yolkamız necə çıxıb. Yoldaşım əvvəlcə onu oturacaq hissəsini düzəldir, ayaq hissəsini. Mən isə buna baxıram. Burada yolkanı bəzəmək üçün oyuncaqlar sifariş etmişik. Qızıl rəngdə, qızıl rəngi də çox sevirəm bu arada, evimdə həmin tonlardadır. Ona görə düşündüm ki, bu rəngli oyuncaqlar daha yaxşı yaraşar və belə bu rəngli oyuncaqlar sifariş etmişik. İçərisində həm zərli, həm də mat olan oyuncaqlar var. Belə baxaq görək necə olacaq. Qızım da yatıb, amma biz bir-bir baxdıqca deyirdik ki, kəşke oyaq olardı, çünki ən çox o gözləyirdi bunları. Və belə yolkanı yoldaşım düzdür qoşdu, mən isə açdım onun əyri qanatlarını, belə gözəl hala gətirdik. Məncə yaxşıdır, mən bəyəndim. Siz öz fikirlərinizi yazarsınız, bəyəndinizmi? Ümumiyyətlə siz hansı yolkaları sevirsiniz, hündür olsun, yoxsa qısa olsun? Bu isə bizim aldığımız digər məhsullardır, meyvələrdir, lobyadır, belə evimizə lazım olan meyvə tərəvəzləri almışıq, soğan da almışıq. Ancaq onu sizin üçün sabah çəkəcəm. İndi çox gecdir. Onu həyətdə qoymuşuq. Çünki böyük bir kisədə almışıq. Qışlıq nəzərdə tutulub, qış üçün almışıq. Qızım oyandı, gəldi. Yata bilmədi. Saat 11-dir falan oyandı, gəldi. Gecə daha kim yatacaq bilmirəm. Onun da özünün sifarişi var idi. Onun üçün belə bir pijama sifariş etmişdim. Və gəldi, tez öz pijamasını açdı, baxdı. Defacto markasına aiddir. Son vaxtlar Defacto'da yaxşı endirimlər var. Və mən də həmin fürsətdən istifadə edib onun üçün pijama almışdım. Pijamada qiymətinə görə yaxşı idi, materialı yumuşaq idi. Mən çox qalın istəmirəm, çünki o tərləyir yatanda. Qızım da pijamasını geyindi və başladı yolkanı bəzməyə. İndidən tez baba yolkasını bəzləyir. Mən də onu lentə alıram. Atası da onun üçün belə bir şirniyyat almışdı. Maraqlı idi, onu da çəkdim sizlər üçün. İndi isə gəldim, balıqlarıma yemək verirəm. Onlar da acıb yatmağa hazırlaşıram. Dedim ki, qoy onlara da yemək verim. Belə necə gəlib yeməkləri suyun üzərindən götürüb qaçırlar. Ümumiyyətlə bu balıqları burada əyləşib izləmək mənim çox xoşuma gəlir. Çox sakitləşdirir insanı. Bizimlə artıq 7 ildir ki, birlikdədir bu balıqlar. Belə, indi isə mən yatmağa gedirəm. Vlogun davamını isə səhər saatlarında davam edəcəm. Siz isə ayrılmayın. Burada isə artıq sabahdır. Sizə söz verdiyim kimi qışlıq soğanı çəkirəm. Budur. Və yoldaşımı işə yola salıram. O mənim üçün mağazindən tez bazar çörək aldı, verdi və indi o işə gedəcək. Mən də gedəcəm növbəti gün üçün nəzərdə tutduğum işlərimi bir-bir həyata keçirməyə. Və elə sizinlə də burada sağollaşmaq istəyirəm. Hər birinizə təşəkkür edirəm ki, videoma sona qədər baxdınız.
Əgər baxdınızsa, sizin üçün maraqlıdırsa, o zaman kanalıma abunə olmaqla mənə dəstək olmağı unutmayın. Hər bir abunə mənim üçün motivasiyadır. Hələlik növbəti videolarda görüşənə qədər.